Herkese salam. Bugün hədəf kurslarının keçirmiş olduğu yeni buraxılış modelinə uyğun 10-cu sinif sınaq imtahanının suallarının izahını sizlərlə bölüşürəm. Deməli, başlayırıq. İlk dəfə idi belə bir sınaq mən də izah edəcəm. Görək necə olacaq. Başlayaq dinləmədən. Taiwan has a strong recycling system that helps reduce trash. People pay for waste which they cannot recycle, so they try to use less plastic. Cities put away public trash bins, and special trucks collect waste often. This rule makes people keep their own trash and follow the system. Private companies collect and sort the waste, and the government supports them with money. Producers and importers pay money because they are also responsible for plastic waste. AI robots sort plastic, metal, and paper, but workers still help with difficult tasks. Taiwan recycles most plastics, but low-quality plastic goes to fire plants. Taiwan shows how rules and technology can work together. Female bold. Mətnə qulaq asdıq. Deməli, mətnin cavablarını qeyd etdim. Sualınız olarsa şərtdə bildirə bilərsiniz. Yəni, dinləmənin izahına çox da ehtiyac olmur. Çünki konkret mətndə nə deyirsə odur. Baxaq 5-ciyə. Düzgün cümlələri seçin uzlaşma sualıdır. Cattle malqara topluluq bildirən sözdür. Xəbərimiz cəmdə olacaq, çünki mübtədə cəmdir. Tamamilə doğru. Ofdan əvvəl people cəmdə iz yox ad olmalı idi ki, yanlış. Everybody törəmədi, xəbər təkdə həz olmalı idi, yanlış. Bütöv soyad ailəni bildirdiyi üçün xəbər cəmdə, mübtədə cəmdə, yəni 1-4 E variantı tamamilə doğrudur. İndi baxırıq 6-cıya. Şərif bütün kitabı da oxudu. Oxudu dedim, çünki indiki sadə zamanda olsaydı adam adıdır. Feilin sonunda isə olardı. Deməli, bu keçmiş sadə zamandadır. Buna görə esi yoxdur. Keçmiş zamanda deməli, biz baxmalıyıq ki, bunu məhsul növə çevirmək istəyir, düzdürmü? Feildən sonra tamamlıq all of these books, yəni şərifi çıxıram. Keçmiş sadə zamanda cəmdə word üstə gələ participle ilə readin keçmişdə readdir, qaydasızdır. Sadəcə oxunuşu read olur keçmişdə. Word read, baş, şərif, mübtədədən də əvvəl gətirməliyik. 7-yə baxırıq, hansı dəyişilə bilmir deyir, məhsul növə, yəni keçə bilmir. Tamamlığı olmayanlar. Deyir, özəl məktəblərdə əksər uşaqlar zəngin ailələrdən gəlir. Deməli, uşaqlar burada mübtədə adı subject. Come from təbii ki də gəlmək, yəni xəbərdir. Bu da onun hardan gəldiyini göstərir. Yəni tamamlıq yoxdur. Deyir ki, göz həkimi Saranın gözlərini müayinə edəcək. Nəyi? Saranın gözləri. Yəni Saranın gözləri müayinə olacaq. 2-nin tamamlığı var, çevrilə bilər. Deyir, essəndə səhv yoxdur. Bu şəxsiz cümlədir. Mübtədası da yoxdur, bütöv ancaq xəbərdir. Bu da çevrilə bilməz. Elə 1-3-dür. Deyir, polis zabiti pəncərədən tullanan oğrunu gördü. Yəni, görünən kimdir? Oğru. Deceive was sin. Bu şəkildə yazıla bilər. Göründü oğru. Ona görə də 4 də çevrilə bilər, 2 də. 1-3 çevrilə bilməz. Düzgün cümləni istəyir 8-də uzlaşmadır yenə. A pair of sunglasses. A pair of cəm isimdir, amma ofdan əvvəlki pair sözü təkdir deyə xəbər də tək olmalıdır. Düzdür, izlə. A large number of students. Əlbəttə ki, xəbər də cəm olmalıdır. Çünki bu cəmlə işlərir. Mübtədə cəm, xəbər cəm. Each of-un mübtədası cəm, xəbəri tək. Deməli, düzdür. Three of the doctors in this hospital. Həkimlərin 3-ü. Əgər burada say varsa, biz ismin özünə baxmalıyıq. İsmin özü də cəmdədir də. Həkimlərin 3-ü. Məsələn, 6 həkimdən 3-ü. Birdən çoxdur. Xəbər have olmalıydı. Deməli, burada bizim nəyimiz düz qaldı? 1-3 A variantımız düz qaldı. Bu nədir? İndiki sadə zaman. İndiki sadə zaman keçmişlə uzlaşmır. İndiki bitmişlə uzlaşmır. Z sonunda is olmaz. Deməli, bu zero conditionaldır. Yəni, hər iki tərəfi elmi həqiqətdir. Milyonlarla dəniz balığı plastik yeyəndə ölür. Ona görə indiki sadə zaman. Language, dildən söhbət gedirsə, ingilis dilinin yanında language sözü yoxdur deyə boş olmalıdır. Millət adı olaraq olsaydı, onda Z olardı. Deməli, Z-ni çıxırıq. Sayıla bilən tək isimdir də, qərb alman dili. E artikli olmalıdır.
Anglo-Sakson İngiltərəsi ölkədir deyə boşdur. Hansılar çevrilə bilməz məchul növə? Tamamlığı olmayanlar. Alexander valideynləri ilə Kanadaya köçdü. Tamamlıq yoxdur. Maşın sürərkən telefonda danışmaq təhlükəlidir. Tamamlığı yoxdur. Deyir ki, gərgin iş səbr və disiplin öyrədir. Nəyi öyrədir? Səbr və disiplini. O, mətbəxdə balıq pişirir. Nəyi pişirir? Balığı. 3-4 çevrilə bilər, amma 1-2 yox. De. Düzgün cümləni istəyir. Zenembrovun xəbəri təkdə olmalıdır. Bəli, mübtədası cəmdə. Bu ikisi ayrı-ayrıdır. Varlılar və kasıblar. Xəbər cəm olmalıydı. Səhifələrin bir neçəsi xəbər cəmdir. Elə 1-3-dür. Olafın mübtədası cəmdir. Deyir, qonaqlıqdakı üzvlərin hamısı. Xəbəri də cəm olmalıydı. Yəni 1-3 burada elə adadır. Passive voice, məhculu istəyir. Last week varsa, keçmiş sadə zamandır. Stole olacaq, deməli. 20 bottles of whiskey, 20 butulka whiskey. Ofdan əvvəl bottles cəmdədir, butulkalar. Cəmdə olacaq were stolen. Were stolen-da biz harda görürük? Elə A-da görürük. Bircə dənə. Deməli, deyir, çantada 15 dənə nə var? Şirini var. Ya da var idi, indi bir dənəsi qalıbdır. Bu biri keçmişdi, bu indidir. Bura word'u qoyanmarıq. Həm də bir dənədir deyə təkdir. Are da olmaz. 15 də cəmdir. Is də olmaz, was da olmaz. Deməli, word 15 dənəsi var idi, keçmişdə cəmdir. İndi bir dənəsi qalıbdır. İndi də təkdə. İlk davam edici zaman. Cavidan 3-cü şəxsin təkində is studying. Uşaqlar şokolatı çox sevir. Yəni, şokolad uşaqlar tərəfindən sevilir. Chocolate is liked much by children. Mübtədadan qabaq baya qoymaq lazımdır. Deməli, deyir, bıçaqlarla oynamaq uşaqlar üçün təhlükəlidir əlbəttə ki. Safe, təhlükəsiz, relaxing, sakitləşdirici, important, vacib, wonderful, möhtəşəm deməkdir. Gəldik böyük mətnlərimizə. Today, thanks to modern technology and the global changes caused by COVID-19 pandemic, working from home has become much more common in many professions. It allows people to save time and money because they don't need to travel to an office. Employees in various fields have the opportunity to do their jobs remotely. People can organize their day more freely and balance work with personal tasks. Remote work can also make people feel more comfortable and reduce stress since they are in their own environment. Deyir, bugün thanks to sayəsindədir. Müasir texnologiya və qlobal, yəni pandemiya COVID-19 tərəfindən səbəb olan qlobal dəyişikliklərin müasir texnologiyanın sayəsində evdən işləmək bir çox peşələr arasında daha ümumi hal alıbdır, adi hal alıbdır. Bu insanların vaxtına qənaət etməyə, puluna qənaət etməyə imkan verir. Çünki ofisə getməyə ehtiyac yoxdur. İşçilər, yəni işlərini məsafədən də görə bilmə imkanına sahibdir. Həmçinin daha sərbəst işlə öz fərdi işlər arasında balans qura bilirlər. İnsanlar daha rahat olur, daha az stres olur. Çünki daha çox öz, yəni belə deyək də, olduqları atmosferdə qalırlar. Bununla belə, deyir, evdən işləməyin bəzi çətinlikləri var. Challenge. Deyir ki, evdə olan ev işi müayinələri ucbatından fokuslanmış formada qalmaq çətin ola bilər. İnsanlar deyir ki, iş yoldaşlarını görmədən təcrid olunmuş hiss edə bilər. Bu da motivasiya və sosial əlaqəyə təsir edir. Bəzi tapşırıqlar deyir ki, birbaşa ünsiyyət olmadan etmək daha çətindir və ya deyir ki, şəxsi vaxtdan işi ayırmaq da çətin ola bilər. Bu problemlərə baxmayaraq, evdən işləmənin üstünlükləri də var. Bu, insanlar üçün deyir, məhsuldarlığı inkişaf etdirir. İşçilər vaxta qənaət edir, pula qənaət edir. Çünki işə gedib gəlmirlər. Onlar öz cədvəllərini ehtiyacına uyğun qururlar. Bu da iş-həyat balansını daha yaxşı edir, qoruyub saxlayır və tanış ətraf mühitdə olmaq stresi azaldır. Komfort, yəni rahatlığı artırır. Həmçinin məsafədən iş, daha doğrusu uzaqdan iş insanlara daha çox fokuslanmağa, ailə ilə daha keyfiyyətli, daha çox keyfiyyətli vaxt keçirməyə kömək edir. Ümumilikdə deyir ki, bu yəni seçimdir, amma bunun rahat seçimdir. Amma həm müsbət, həm mənfi yanları var. Mətn nə haqqındaydı? Deməli, ofis işləri, ev işinin maneələrini azaltmaq yolları, bəli də evdən işləri görmək, deyək elə.
19-a baxaq. İnsanlar evdən iş görərkən nə ilə qarşılaşır? Evdən iş görəndə daha çox pul xərcləyir. Yox, hər əksinə pulu cibində qalır. Bəli, maneələr ucbatından due to səbəbi ilə görə deməkdir. Maneələr səbəbi ilə yəni fokuslanmanı itirir, düzdür? Bir də üzbəüz ünsiyyət olmadan tapşırıqlar daha çətin olur. Deyir, daha az stresli olur, rahat olur evdən işləyəndə. Amma bizdən problemi soruşur. O problem deyil ki, evdən işləyəndə daha rahat olmaq, o üstünlükdür. Düzgünü seçin. Deyir ki, evdən işləmək yol xərclərini qənaət edir, elə A-dır. Deyir, evdə hər kəs üçün işləmək həmişə asandır. Həm hər kəs üçün eyni ola bilməz, həm də həmişə asan ola bilməz. Deyir, uzaqdan iş bütün işləri daha asan edir. Bu da bütün sözü kodlayır. Evdən işləmək deyir ki, stresi artırır, çünki iş yoldaşlarını görmürlər. Stresi azaldır, əksinə. Sadəcə iş yoldaşlarını görməyəndə təcrid olunmuş hiss edirlər. Belə deyir, insanlar evdən işləyəndə heç problemlə üzləşmirlər, üzləşirlər. Bu kollega sözünə baxaq bir dənə. Hə, motivasiyasına təsir edir, yoxsa stres yazmayıbdır. Belə. True false indi baxaq. Remote work removes all difficulties entirely. Deyir ki, uzaqdan iş bütün çətinlikləri aradan qaldırır. Bu yanlışdır. Hamısını aradan qaldırmır. Evdən işləmək gündəlik in person üzbəüz deməkdir. Face to face. İmkan verir ki, üzbəüz görsün kollegalarını. Evdən işləyirsə hardan görür ki kollegalarını? Səhvdir. Məhsuldarlığı artırır, düzdür. İndi deyir, çox peşələr imkan verir, icazə verir ki, işləri fiziki olaraq iştirak etmədən, yəni evdə olaraq da görsünlər, düzdür. Deməli, baxaq bura. Football is one of the most popular sport in the world. Futbol dünyada ən məşhur idman növlərindən biridir. Millions of people play it for fun, health and competition. Milyonlarla insanlar əyləncə, sağlamlıq və yarış üçün futbol oynayır. It is more than a simple game because it brings people together and creates strong feelings of excitement and unity. Bu adi sadə oyundan daha çoxudur. Çünki insanları bir araya gətirir. Həyəcan və birlik hisslər, güclü həyəcan və birlik hissi yaradır. Deyir, kiçik bağçalardan böyük stadionlara futbol bütün yaşda insanlar tərəfindən sevilir. Müasir futbol İngiltərədə 19-cu əsrdə başlayıb, yəni 1800-cü illərdə. Deməli, rəsmi qaydalar yaradılanda başladı. 1863-də futbol cəmiyyəti yaradıldı və İngiltərə müasir futbolun vətəni oldu. Futbol vacibdir, sadəcə fiziki sağlamlıq üçün yox, həmçinin şəxsi inkişaf üçün vacibdir. Bu, oyuncuları birlikdə işləməyə, digərlərinə hörmət etməyə və çətinliklə üzləşməyə cəsarətləndirir. Bu, insanlara sağlam güclü qalmağa kömək edir və komanda işi, disiplin, məsuliyyət öyrədir, öhdəlik öyrədir. Futbol insanları müxtəlif mədəniyyətlərdən birləşdirir, müxtəlif mədəniyyətlərdən müxtəlif insanları birləşdirir və dünyada əyləncə, yəni ən məşhur əyləncə formalarından biridir. Futbolun strukturu sadədir. Hər komandada 11 oyunçu var. Bir də hər komandanın 11 oyuncusundan bir nəfəri qapıçıdır. Yarış deyir ki, belə deyək də, dördbucaq formasında bir sahədə oynanılır və 90 dəqiqədir. 2 qrup olur. Oyunçular deyir ki, ayaqlarını top ötürmək üçün və topu atmaq üçün istifadə edir. Amma qapıcı əllərindən cəza ərazisində, penaltı dediyimiz yerdə saxlamalıdır topu. Əsas məqsəd rəqibdən daha çox qol atmaqdır. Burada artıq qol elə bildiyimiz qoldur. Bir də qol sözün məqsəd mənası var. Yəni aim deməkdir. Amma burada topda, futbolda atılan top olan qoldur. Bugün futbol demək olar ki, hər ölkədə oynanılır və qlobal, yəni bütün dünya üçün keçərli idman hesab olunur. Bu, gücü inkişaf etdirməyə, sürəti, sağlamlığı inkişaf etdirməyə kömək edir. Həyat bacarıqları öyrədir və bütün dünyada insanları birləşdirir. Bu səbəblərdən futbol həmişə bir çox nəsillər üçün sevimli, favori oyun olaraq qalacaq. Mətn nə haqqındaydı? Təbii ki də qlobal idman. Parafraz edirlər də, qlobal idman ilə futboldur. Mətnə görə tamamla. Futbol vacibdir, çünki demək olar ki, heç həyat bacarığı öyrətmir. Çünki insanlarda dəyərli şəxsi keyfiyyətlər cəsarətləndirmir. Xeyr, müxtəlif ölkələrdən mədəniyyəti birləşdirir, insana kömək edir. Bir də sağlamlığı və
Yəni inkişafı dəstəkləyir. 3-4 əlbəttə ki olacaq. Düzgün istəyir. According to the passage. Düzgün deməkdir. Oyun əsas məqsədi nədir? Rəqibdən daha sürətli qaçmaq. Deməli, məqsəd olmadan deyir top ötürmək yox. Digərindən daha çox bal qazanmaq. Oyun əsas məqsədi məncə deməli indi baxaq. Burada əsas məqsəd the main aim baxın bu cümlədədir. Bir dəqiqə. Rəqibdən daha çox qol atmaqdır. Deməli, to gain a high score than adətim. Bəli, deydədir. Daha sürətli qaçmaq deyil, xal qazanmadan sahədə qalmaq deyil, yəni futbol sahəsində və yaxud topa sahədən kənara atmaq deyil. True, false. Hamısının deyir ki, qapıcı olmadan, qapıcını saymadan 11 oyuncusu var. Yox, qapıcı da bura daxildir. Bu səhvdir. İngiltərə müasir futbolun bəli ana vətənidir, bu düzdür. Qapıcı deyir, əllə götürə bilməz. Götürə bilər, səhvdir. Bir də bütün yaşda olan auditoriyanı, kütləni cəzb edir, düzdür. Bu qədər. Daha çox izahlar üçün kanalıma abunə ola bilərsiniz. Sağ olun. Daha çox videolarda görüşmək ümidi ilə.